Biz hazırda Xaçmaz rayonunun Qusarçay kənd ərazisindəyik. Qusarçay kənd sakini olan Əmrəddin Ramazanoğlu Əmrəliyev qonşusu tərəfindən bu evdə, yəni özünün həyətində öldürülərək bastırılıb. Xaçmaz polisi həmin şəxsi yaxalayıb, faktla bağlı Xaçmaz prokurorluğunda cinayət işi açılıb. Xaçmaz rayonunun Qusarçay kəndində 3 il əvvəl itkin düşmüş şəxslə bağlı istintaq çərçivəsində yeni faktlar üzə çıxıb. 38 yaşlı Əmrəddin Ramazanoğlu Əmrəliyev qonşusu tərəfindən qətlə yetirilərək öz həyətində bastırılıb. Polis əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində meyit qalıqları bastırıldığı ərazidən çıxarılaraq aşkar edilib. Qətli törədən şəxs isə saxlanılıb. Bizim medianın çəkiliş qrupu hadisə baş verən ərazidə olub və təfərrüatları öyrənməyə çalışıb. Məlum olub ki, qətli törədən 50 yaşlı Surəddin Həsənaliyev Bakı sakini olub. Mərhum qonşusu Surəddin ilə Qusarçay kəndinə gəlib. Cinayət hadisəsi də məhz Əmrəddin Əmrəliyevin evində baş verib. Qətli törədən Surəddin Həsənaliyev mərhumu elə onun evin həyətində bastırıb. Qeyd edək ki, Əmrəddin Əmrəliyev vaxtı ilə həyat yoldaşından ayrılıb. Qusarçay kəndində yaşayan anası isə bir neçə il əvvəl dünyasını dəyişib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır. Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim Media.